Hörmətli izləyicilərimiz, bu videoya Termet komisi istifadə edənlər yaxın əyləşsin. Çünki ən çox verdikləri suala bu videoda cavab tapacaqlar. Termet komisində L3 əgər ekrana gəlirsə, bu xəta deyil. İlk olaraq bunu bildirmək istəyirəm sizə ki, xəta deyil. Bu sadəcə kombinin fasiləyə getdiyini bildirən yazıdır. Əgər sizin də kombiniz ehtiyac olan dərəcəni yığıbsa, fasiləyə gedibsə, Termet kombilərində L3 ekranda görsənəcək və fasilə bitdiyi zaman, yenidən işə düşdüyü zaman L3 yazısı ekrandan silinəcək. Termet kombilərinin təmiri, servis xidməti üçün usta İlkinə müraciət edə bilərsiniz.